Və burada qardaş soruşur, yəni deyir ki, bəzi qardaşlar deyir, futbol oynadıqda deyir, bir-birlərini söyürlər. Yəni buna münasibət. Və doğrudan da belədir, yəni. Ümumiyyətlə, yəni bizim əksər qardaşların oynadığı futbolu oynamaq olmaz. Aydındır, yəni bizdə oynanılan futbolun əksəriyyətini oynamaq olmaz. Hansı ki, qardaşlar oynayırlar. Niyə olmaz? Ona görə ki, oynamaq olar şərtlərinə riayət etmirlər. Aydın qardaşlar, yəni oynamaq olar şərtlərinə riayət etmirlər. Aydın oldu. Və beləliklə girirlər harama. Yəni bizdə həqiqətən dəhşətdir, yəni. Yəni mən özüm müşahidə etmişəm. Və bəzi qardaşlar sanki düşmənlə oynayır. Yəni oyun ərəfəsində elə çıxış edir ki, elə bil uduzsa öldürəcəklər. Ha bu acınacaqlı haldır, qardaş. Vallahi olmaz belə. Aydındır? Yəni bu cür oynamaq haramdır. Və bizdə əksər qardaşların halı bu cürdür. Vallahi elə qardaşlar var ki, meydançanın xaricində gözəl, əxlaqlı, ədəbli, ərkanlı qardaşdır. Baxsan ki, yəni insan həqiqətən də yəni ədəb ərkanlıdır. Amma meydançaya daxil olduqda tanımaq olmur. Yəni tanımırsan o qardaşı. Aydın oldu? Yəni belə olmaz qardaşlar. Ümumiyyətlə, yadda saxla ki, yəni futbol oynamaqda birinci məqsədin udub-uduzmaq olacaqsa oynama. Bax, yadda saxla qardaş. Əgər futbol oynamaqda birinci hədəfin, məqsədin udub-uduzmaq olacaqsa oynama. Çünki bu artıq olmaz şey. Yəni başlanğıc niyyət bu olmamalıdır. Həmçinin məhz bütün söhbətlərin baş verməsi, yəni futbolda olan problemlərin baş verməsi bu məqsədə əsasən olur. Çünki insan udub-uduzmağa oynayırsa, yəni məqsədi hesabdırsa, artıq meydançada mütləq hissiyatları oynanacaq. Və hesabda geri qalanda artıq fəsadlar izhar olacaq. Aydın oldu. Və elə ki, oyun əsnasında hesabda geri qalır, artıq fəsadlar çıxır üzə. O fəsadlar ki, insanın imanını məhv eləyir. Və görürsən, söyür, bəzən yalan danışır, bəzən artıq elə məqam olur ki, yəni oyunun gedişatı elə olur ki, görürsən, insan yalandan Allaha and içir. Allah qorusun. Aydın oldu. Yəni, çünki onsuz da zəifik. Və belə məqamlarda daha çox zəifliyimiz bilinir. Aydındır. Və görürsən, bəzi qardaşlar əlbəyaxa çıxırlar. Və bəzi qardaşlar neçə illik münasibətini bir dənə futbola görə pozurlar. Aydındır. Yəni, görürsən ki, iki qardaş bir-birini sevir. Gözəl münasibətləri var. Lakin bir dəfə, bir yerdə futbol oynamaqla bütün münasibətləri alt-üst olur. Aydın oldu. Bax, bu bəladır, qardaşlar. Bu cür olmaz. Yəni, belə futbol oynamaq haramdır. Fitnədir. Ona görə bu cür futbol oynamaq olmaz. Allahdan qorxmaq lazım. Vallahi, yəni, sən özünü tanıyırsan. Yəni, insan özünü tanıyır. Əgər bilsən ki, belə problemlər olacaq, gedmə futbola. Allah Teala buyurur ki, bəlil insanu alə nəfsihi basira. Həqiqətən insan öz nəfsinə şahiddir. Yəni, sən bilirsən özünü saxlaya bilmirsən. Qışqırırsan, nə layiq sözlər işlədirsən. Əgər bunu bilirsənsə, tərk et. Oynama, qardaş. Aydın oldu. Vallahi, qardaşlar, həqiqi Allah qorxusu səni haramlardan saxlamalıdır. Həqiqi Allah qorxusu səni haramlardan saxlamalıdır. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Əl-xavful məhmud mə həcəzəkə an məhərimillah. Həqiqi qorxu, yəni tərifə layiq olan qorxu odur ki, səni Allahın haramlarından saxlasın. Aydındır? Ona görə Allahdan qorxmaq lazımdır. Şərtlərə riayət edib, yəni şərtlərə riayət edə bilmirsənsə oynama. Əgər sənin niyyətin qaçmaq, sağlam olmaq, ayaqları möhkəmlətmək ki, Allah yolunda cihad edəsən və ya sağlam olub ibadətlərdə möhkəm olasan və ya qardaşlarla ünsiyyətdə olub o əsnada dini məsələləri öyrənib faydalanmaq deyilsə, getmə futbola, qardaş. Çünki artıq haramdır. Aydın oldu? Vallahi, qardaşlar, yəni bizdə olan bəzi hallar pis haldır. Yəni, adam utanır. Yəni, bu cür futbol fitnədən başqa bir şey deyil. Aydındır? Allah Teala biz sabit etsin. Və həmçinin Allah subhanahu wa ta'ala istəyirəm ki, bizi islah etsin. Və həmçinin Allah subhanahu wa ta'ala istəyirəm ki, bizi özünün razı qaldığı əməlləri etməyə müvəffəq etsin. Və sallallahu alə nəbiyyinə Muhammed
və alə alihi və sahbihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.